Salam, hər vaxtınız xeyir. Bu günləri toplu birinci hissə, passage 2-ni işləyəcək. Bildiyiniz kimi passage 1-i artıq səhifəmizdə paylaşmışıq. Onu girib izləyə bilərsiniz. Bu günləri passage 2-yə başlayırıq. Passage 1-in videosunu izləyən hər kəs bilir ki, mənim ən önərdiyim şeylərdən biri açıq suallardan başlamaqdır. Yəni siz mətni oxumasanız belə, açıq sualları birinci yazsaz sizə daha çox bal gələcək. İkincisi isə siz demək olar ki, bütün mətndən tanış olmuş olacaqsınız. Çünki bu açıq sualı tapmaq üçün siz çalışacaqsınız ki, bütün paragraflardan bir-bir gedəsiniz. Lakin mən burada bütün işləmə qaydanı izah eləyirəm deyə gəlin oxumağa başlayaq. Beginning from ancient times, scientists tried to understand the impact of music on people. The great masters of ancient India, China, Greece, and Rome used music sound to improve human health. Plato, Cicero, and Seneca wanted the government to ban certain harmful music which may affect the behavior of society. The philosophers like Confucius or Aristotle believed that the music had both positive and negative effects on human health. Birinci paragrafı qoyduq bir qırağa, onu oxuduq, anladıq. Dərhal keçirik suallara. Baxırıq ki, bizə burada 6-cı sualda nə deyir? Deyir ki, write the close meaning to the word prohibit from paragraph 1. Bizim oxuduğumuz nə idi? Paragraph 1. Ona görə də dərhal prohibitin deməli mənasını düşünürük, hatırlayırıq ki, nə deməkdir? İcazə verməmək və ya qadağa etmək anlamına gəlir və o səbəbdən onun sinonimini axtarırıq və dərhal mənim gözümə to ban sözü dəyir. Onu tapan kimi biz nə görürük? Bizə deməli istədikdə, yəni sualı verdikdə to ilə veriblər. To ilə veriblərsə biz to ilə geri dönüş etməliyik. Əsasən də bu feildirsə, to ilə geri dönüş etmək çox məsləhətlidir. Çünki bəzi hallarda tusuz cavabı verdikdə yarı bal və ya ümumiyyətlə 0 verə bilərlər. Keçirik paragraph 2-ya. Music has been proven to have a powerful effect on the brain by scientists. Recent research shows that music is able to affect human health. It can help to reduce pain, relieve stress, to make memory stronger, and to heal brain injuries. The effect of music on people differs, and it depends on which kind of music people listen. It can be classical music, pop music, rock, or rap music. In general, listening to music for about 15 minutes a day is a great way to feel less stressed. Keçirik 5-ci suala. Çünki niyə? Sual budur. Çünki biz görürük ki, burada nə deyir? Which word from the paragraph 2 best fits to the following definition. Bizdə burada definition istəyir. Yəni, mənanı özləri verirlər. Siz isə paragraph 2-da və ya paragraph 1-də o mənanı axtarmalısınız. İndi onlar sizə verəcəklər. Hansı da axtarmaq lazımdır. Nə deyir? To use facts, evidence, or etc. To show that something is true. Yəni ki, nə isə isbat etmək mənasına gəlir. Mətni oxuyuruq. Bir daha. Music has been proven. Dərhal gözümə proven deyir. Baxaq, başqa bir söz varmı? Xeyr. Başqa bu definitiona uyğun bir söz yoxdur. İndi has been proven-ı biz neyniyək? Olduğu kimi yazaq, sualı ağlımıza gəlir dərhal. Təbii ki də xeyr. Elə yazsaz, sizə 0 bal verə bilərlər. Biz nə görürük? To use facts. Bu nədir? Infinitivdir. Dərhal o sözü infinitivdə yazırıq. To prove. Hansı söz infinitivdə necə yazılır? Hansı söz keçmişdə necə yazılır? İsimlər S-siz və ya S ilə necə yazılır? Onu siz əzbərləmək üçün birincisi noun-u çox işləməlisiniz isimlər üçün. İkincisi isə qaydasız və qaydalı feilləri mütləq şəkildə öyrənməlisiniz ki, hansı söz infinitivdə və ya hansı söz keçmişdə, hansı söz participle to-da necə yazıldığını öyrənəsiniz. Bu sizə həm qayda işlədikdə kömək eləyəcək. Çünki hərdən görürük ki, nə veriblər? Veriblər, məsələn, kat, bilirik ki, bu qaydasız feildir və kökdən dəyişəndir. Yəni ki, necədirsə, elə də verir və yazılıb da testdə he, cut. Yəni, uşaq burada çaşır ki, bu yəqin indiki zamandır. Təbii ki də xeyr, indiki zaman olsaydı S əlavə eləyərdilər. Çünki he-dən sonra dərhal S gəlməlidir və she-dən sonra dərhal S gəlməlidir feildirsə. O səbəbdən bu cür anlarda diqqətli olun, qaydasız və qaydalı feilləri əzbərləməyə üstün tutun. Daha sonra
Keçirik 7-ci suala. Çünki burada yox, burada demir ki paragraf 2-dən. Burada deyir ki by changing at least two words. Onda gəlin cümləni axıra qədər, mətni axıra qədər oxuyaq. Music has negative effects as well. Very loud music can damage the brain. Listening to loud music can damage the structure of ears and cause to lose the ability of hearing. It can also lead to behavioral problems in children. Okay, bunu qoyduq qırağa. Oxuyub qurtardıq. According to Aristotle, 7-ci sualdan. Music had positive end. Bu cümlə hardaydı? Yəni bu Aristotel haqqında danışılan yeganə cümlə, səhv etmirəmsə bu cümlə idi. The Philosophers cümləsi. Bu cümləni nəzərə alaraq biz nə edirik? Dərhal sinonimləri taparaq, yəni hansı sözləri dəyişə biləcəyimizi taparaq o sözləri dərhal dəyişirik. Lakin bir qaydanı yadımızda saxlamalıyıq. Hər zaman çalışın ki, yəni məntiqə uyğun cavablar verəsiniz. Yəni hərdən görürsən ki, tamam, bir sözlə o birisi söz tamamilə bir-birinin sinonimidir. Məsələn, adicə bu yaxınlarda OTK sınağı keçirilmişdi və orada bir şagirdimiz painting sözünü drawing kimi dəyişmişdi. Lakin ona yarım bal vermişdilər. Demişdilər ki, drawing sözü bəzi yerlərdə paintingin sinonimidir, bəzi yerlərdə isə deyil. Çünki painting yəni kraskalarla çəkməkdir, drawing isə karandaşla çəkməkdir. Ona görə də bəzi yerlərdə sinonim kimi götürə bilərlər, bəzi yerlərdə götürməyə bilərlər. Bu sizin artıq məntiqinizə uymalıdır ki, burada bu sinonim gedərmi, getməzmi, eyni mənanı verərmi, verməzmi? Deməli, dəyişirik. Aristotle believed that the music had both positive, bura qədər veriblər, had positive and negative effects on human health. Deməli, negative effects, gəlin burada birinci, 7-ci sualı mən onların verdiyi kimi yazım. Deməli, burada biz negativi dəyişə bilərik. Bad effects on human health. Effekti dəyişə bilərik. Impact və ya consequence. İndi baxın. Impact tamam, effektin sözüdür. Lakin consequence necə? Biz bilməliyik ki, deməli, impacts isim kimi istifadə etməliyik. Deməli, biz bilməliyik ki, hər zaman kökdən eyni sinonim olan sözlər, yəni bilirik ki, effect, impact, influence tamamilə bir-birlərinin sinonimidir. Lakin hər zaman o uymaya bilər. Mənim öncəki cümləmdə dediyim kimi, consequence sonuçlardır. Yəni ki, sənin artıq finalında sən üzləşdiyin bir şeydir. Consequence'in. Adətən biz esse yazdıqda da yazırıq ki, as a consequence, yəni sonuc olaraqdan, finalda. Və biz deyirik ki, negative effects on human health. On human health, yəni bu effekti biz artıq görürük, bununla üzləşirik və biz onun sonucunu görürük deyə consequence sözü tamamilə bura uyğun ola bilər. Yenə eyni sözə gəlib çıxır ki, şagirdlər, əzizlərim, çalışın ki, məna uyğun gəlsin. Yəni bir-birinin tam olaraq uzaq sinonimi ola bilər. Hətta keçən il bu tipdə bir test düşmüşdü. Yəni bir çox uşaq təlaşa düşmüşdü ki, yəni bu sözlə o söz sinonim deyil, lakin mənaya görə bunları sinonim götürdüm və onlara tam bal götürürlər. Çünki əsas mənadır. Deməli, biz nəyi dəyişdik? Yenə qaydaq. Negativi mən dəyişdim bad, consequences, on human, məsələn, human'ı dəyişə bilərik. Nəyə? On mans. Mans'in yerinə mankind's və ya human beings. Health. Görürsünüz nə qədər sinonim var. Yəni siz bunları nə qədər yaxşı bilsəz, o qədər yaxşı olacaq. Əsasən də öz şagirdlərimizə, məsələn, biz nə edirik? Götürürük bütün sözlərin
5 dənə sinonimi varsa 5 dənəsini oy. 4 dənə sinonimi varsa 4 dənəsini. Hamısını yazırıq və əzbərlədirik. Əsasən də sürət qrupumuzun şagirdlərinə də bu aiddir. Yəni əlimizdən gələni edirik ki, uşaqların yüksək nəticəsi olsun inşallah. Yəni bu sinonimləri bizim şagirdimiz olursunuzsa, olun, olmursunuzsa, yəni ancaq onu bilməlisiniz ki, siz nə qədər çox sinonim öyrənsəz, o qədər yaxşıdır. Bu yalnız sizə xeyirdir. Çünki bu cür testləri siz bazaya uyğun olaraq eləyə biləcəksiniz. Görürsüz, 5, 6, 7. Üçü də deməli sinonimlə bağlıdır. Üçü də söz bilməklə bağlıdır. İndi keçək digər testə. Bizim qapalılarımız var. 1, 2, 3, 4. Lakin mən nə demək istəyirəm? 4-cü sual qapalı olmasına baxmayaraq və 2.7 bal verməsinə baxmayaraq, bu demək olar ki, açıq tipli sualdır. Yəni siz 5, 6, 7-nə etdikdən sonra mən sizə önərirəm ki, siz dərhal 4-cüyə keçəsiniz. Yəni keçdikdən dərhal sonra siz cavabı yəni bütün mətndən tanış olmuş olacaqsınız. Mən ilk başlamışda nə demişdim? Demişdim ki, siz ümumiyyətlə mətni oxumayın. Başlayın 7-dən, 6-dan, 5-dən bu sözləri, bu cümlələri axtararaqdan siz zaten tanış olmuş olacaqsınız. Eynən də bu sual. How can music affect on our health? Deməli, musiqi bizim sağlamlığımıza necə təsir edə bilər? Sualına biz mətndən sadəcə göz gəzdirərəkdən cavabı tapa bilərik. İndi gəlin cavabı tapaq. Music can reduce the strength of memory. Music is able to cause brain injuries. Music is able to cure kidneys. Music can increase blood pressure. Music is able to reduce stress. Deməli, bizdə burada mən səhv etmirəmsə bu cür bir cümləmiz var idi. Music has negative effects as well. Very loud music can damage the brain. Listening to loud music can damage structure of ears, cause to lose the ability of hearing. It can also lead to behavioral problems in children. Belə bir cümləmiz varmı? Music can reduce the strength of memory. Xeyr. Music is able to cause brain injuries. Xeyr. Sadəcə ear injuries-a gətirə bilər, yəni eşitmə qabiliyyətini azalda bilər. Music is able to cure kidneys. No, of course. Music can increase blood pressure. Of course, no. Music is able to reduce stress. İndi biz qalmışıq ayla yenin arasında. Belə bir cümlə var idimi? Ayla bağlı, negativ. Çünki mən burada görürəm ki, burada demək ayla ye, deməli A negativ effekti, Y isə pozitiv effekti. Deməli, music has been proven by research that shows that can affect human health. It can reduce pain, relieve stress, make memory stronger and heal brain injuries. Əla, cavabımız Y bəndi. Çünki bizdə burada nə deyir? Bizə deyir ki, o kömək eləyir ki, sizin ağrılarınız azalsın, stresiniz azalsın. Əksinə, yəni tamamilə bu variantına zidd olan bir cavabımız var. Sizin yaddaşınız artsın və sizin beyin ağrılarınız azalsın və ya sağalsın. Heal sözü sağalmaq sözüdür və tam olaraq da music is able to cause brain injuries bu cümləyə də tamamilə ziddir. Yəni, yenə mən dediyim kimi, siz çalışsaz ki, qapalı açıqlardan və əsasən də 4-cü sualdan başlasaz, yəni siz tamamilə bütün mətndən tanış olacaqsınız və sizə hər şey çox asan gələcək. Deməli, keçirik 3-cü suala və ya istəsəz 1-2 ilə də başlaya bilərik. Burada artıq böyük bir fərq yoxdur. Gəlin 1-ci sualdan başlayaq. What's passage mainly about? Yəni, passage nədən danışır da, uşaqlar, əzizlərim? Yəni, açıq, bəlli, aydın məsələdir ki, yəni musiqi idi bu. Ona görə də biz baxırıq. The effect of music on various countries. Various countries məncə burada heç deyilməmişdi. Yəni, deyilməmişdi ki, məsələn, bu ölkədə belədir, bu ölkədə belədir. Burada yalnız countries sözü burada keçibdir. India, China, Greece and Rome. Bu da ki, ümumiləşdirmək üçün keçibdir bu söz. Yəni, hansısa ölkədə belədir deyə deməyiblər bunu. People who are fond of music, xeyr. Behavioral problems in children, bu yalnız bir cümlə idi. Buna aid xeyr. In different opinions of philosophers. Burada cəmi bircə cümlədə
bu cümlədə. The philosophers like Confucius or Aristotle. Yalnız bu cümlədə bizə deməli filosofların fikrini bildirmişdilər. Digər bütün mətndə başqa şeydən danışırdı. Yəni tamamilə xeyr. Effects of music on people. Musiqinin insanlara təsiri. Bəli. Yəni bunu dərhal tapmaq mümkündür. Very loud music. Very loud music haqqında burada danışırlar. Very loud music can Yəni bu cümləni artıq 3-cü dəfə də oxuyuram deyə bir dəfə oxumaq istəmirəm. Gəlin dərhal cavablara keçək və mən sizə bir şey deyəcəm burada. Can keep memory strong. Can result in behavioral problems in children. Can hardly lead to health problem. Can result in hearing loss. İndi əzizlərim, gəlin belə deyək. Bu cür testləri yəni hərdən bəli olur ki, elə mətn verirlər ki, yəni sən onu oxumasan, yəni sənin ondan xəbərin yoxdursa, sən deyə bilməzsən bu düzdür, ardıcıllıq yoxsa düz deyil. Lakin gəlin açıq-aydın danışaq. Bizim hamımızın musiqidən başı çıxır, hamımız bir dəfə də olsa eşitmişik və hamımız onun impaktini bizim həyatımızda bilirik. Bilirik ki, çox möhkəm olanda qulağımız ağrıyır, başımız ağrıyır və s. və ilaxır. Yəni bunu məntiqi olaraqdan da siz edə bilərsiniz. Əsasən bizim 9-lara dediyimiz nədir? Biz deyirik ki, sən mətni oxumasan belə, hətta listeningdə belə, sən o listeningi eşitməsən belə, sən onu məntiqi olaraq edə bilərsən. Eynisə də bu ikinci testdir. Sən bunu oxumasan belə, sən bunu məntiqi olaraqdan işləyə bilərsən. İndi gəlin keçək. Very loud music. Bizdə burada nə deyirdim? Very loud music can damage the brain, can damage the structure of hearing ears, cause to loss the ability of hearing, and lead to behavioral problems in children. Dərhal ikincini götürürəm, dərhal dördüncünü götürürəm. 2, 4 cəbəndə. Can keep memory strong. Bu ikinci paragrafda deyirik. Yəni very loud musiqə heç bir aidiyyəti yoxdur. Düşünməyin ki, bu hansısa cümlədə keçibsə bu söz. Yəni deyir ki, məsələn, music can keep memory strong. Bəli, bu var. Lakin very loud music mi? Xeyr. Very loud music can damage the brain cümləsini görürük. O səbəbdən mütləq şəkildə diqqətli olun. Və sonuncu testimiz, üçüncü test. Bizə nə deyir? Deyir ki, which statement is false. Hər zaman, mən bunu hər zaman deyirəm. Əlinizdə digər rəng ruçka varsa, karandaş varsa, yəni əlinizdən gələni edin ki, o false və ya true, according to the passage, not according to the passage, given in the passage, not given in the passage cümlələrini mütləq şəkildə görəsiniz. Yəni görməsəz, o %100 sizə problem yaradacaq. Yəni adicə onu görməsəz belə düzdür. Sınaq stresində, imtahan stresində, yəni uşaqlar onu yaşayır, mən daxil. Ona görə də onu çox da önərəmirəm. Lakin siz görürsünüz ki, bütün cavablar məsələn düzdür. Bir dənəsi səhvdir. Yəni təbii ki də o bir dənə səhvi götürməlisən və ya görürsən ki, hamısı səhvdir, biri düzdür. Sən təbii ki də mətndən tanış olmusansa bunu bilə bilərsən. Keçirik. Plato mentioned the negative side of music. Music was used to improve health in ancient Greece. Confucius believed in the effect of music on human health. People learned a lot to listen to music in India. Researchers show that music can help people to heal. Məncə burada cavab dərhal göründü, dərhal bəlli oldu, yəni heç bir problem yoxdur və cavab mənim fikrimcə dedi. Niyə? Burada sizcə İndiyada insanların icazəsi yoxdur musiqiyə qulaq asmaq kimi bir cümlə keçibmi? Xeyr, keçməyib. Elə bir cümlə yox idi. İndiya burada bir cümlədə deməli qeyd olunubdu və nə deyir? The great master of ancient India, China, Greece and Rome used music sound to improve human health. Yəni əksinə bunu insanlar deməli sağlamlığı artırmaq üçün istifadə ediblər. Yəni learned a lot, hətta mən indi bir şey də deyəcəm, kimi bir cümlə yox idi. Və mən nə demək istəyirəm? Keçmək istəyirəm bir daha 6-cı suala. Biz burada nə görürük? To prohibit. Mən nə dedim? Bu, yəni icazə verməmək mənasına gəlir. To ban, to prohibit, qadağa etmək. Və biz burada mənim gözümə dərhal learned a lot sözü dəydi. Yəni siz bunu təbii ki də bu mətndə verilibsə, yəni bu elə bir testdir ki, siz bunu mətndən tapmalısınız. Yəni paragraf 1-dən tapmalısınız məsələn bu mətndə. Yəni verilibsə dərhal yaz learned a lot.
Bu qədər. Ümid edirəm ki, mənim sizə köməyim dəydi. Biz bu günləri Passage 1, daha doğrusu 2-yə baxdıq. Esse yazma haqqında videomuz daha sonra gələcək. Çünki esse yazmaq özü belə, yəni 10-15 dəqiqəlik, 20 dəqiqəlik video olacaq. İstəmirəm sizi yorum. Bu günlük bu qədər. Sağ olun. Xoş qalın.